Mən 2 ildir o xəstəxanada müayinə alıram. İndi də eşitdim ki, Bakıdan nevrologlarımız gəldi müayinə olunmağa və bütün müayinələrdən keçdim, razı qaldım. Təşəkkür eləyirəm hər birinə həkimlərimizin. Bakıdan həkimlərimiz gəlib, nevroloq və uroloq. Mən də fürsətdən istifadə edib bunlardan yararlanmaq istədim. Yararlandım. Bəli, çox da məmnun qaldım. Çox sağ olsunlar. Təbibin təşkilatçılığı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə Ümumdünya Hipertoniya gününə həsr olunmuş İlkin Səhiyyədən İxtisaslı Tibbi Xidməti adlı layihəmiz 14-16 may tarixlərində Bərdə və Yevlax tibbi ərazi bölmələri üzrə rayon mərkəzi xəstəxanalarında həyata keçirilmişdir. Layihəmizin əsas məqsədi Azərbaycan Kardiologiya Cəmiyyətinin həkimlərinin iştirakı ilə ailə sağlamlıq mərkəzlərində skrininqlərin aparılması olmuşdur və bu skrininqlər nəticəsində hipertoniyadan əziyyət çəkən xəstələrin aşkarlanaraq ixtisaslı həkimlərə yönəldilməsi ilə nəticələnmişdir.